Salam dəyərli izləyicilərim. Bu günləri hər kəsin hazırlaya biləcəyi çox asan və çox ləzzətli bir tort resepti sizlərlə paylaşıram. 3 ədəd yumurtanın üzərinə bir çimdik duz əlavə edib mikserlə qarışdırırıq. Üzərinə 1 stəkan şəkər tozu da əlavə edib tərkibində şəkər tozu tam olaraq əriyənə qədər qarışdırırıq. 250 ml qatığı da yarım çay qaşığı soda ilə qarışdırırıq və yumurtalı qarışıma əlavə edirik. 100 ml duru yağı da əlavə edib yenidən mikserlə qarışdırırıq. 250 qram unu, 3 xörək qaşığı kakao və 1 çay qaşığı qabartma tozu ilə qarışdırıb yumurtalı qarışıma ələkdən keçirərək əlavə edirik və mikserlə yox, çırpma teli ilə çox ehtiyatla qarışdırırıq. Və burada da xəmirimizi 3 bərabər hissəyə bölürük. Hər hissəni də soba listinə əlavə edib, üzərini düzləşdirib 180 dərəcəli sobada 10 dəqiqəyə bişiririk. Kremi isə çox sadədir. 2 ədəd qaymaq götürmüşəm, yəni 400 ml. Üzərinə yarım banka bişmiş qatılaşdırılmış süd əlavə edib mikserlə qarışdırdım. Bu kremin dadını mən çox bəyəndim, çox ləzzətli idi, sanki dondurma yeyirsən. Amma sizdə əgər qaymaq yoxdursa, yağla da əvəz eləyə bilərsiniz. Korujlarımız artıq hazır oldu. Kənarlarını kəsirik və daha sonra hər korujumuzu da ortadan 2-yə böləcəyik. Yəni sonda bizdə 6 ədəd koruj alınacaq. Və burada artıq keçirik tortumuzu yığmağa. Hər şey çox sadədir. Koruju qoyub üzərini kremləyirik və bu şəkildə sona qədər, bütün korujlar bitənə qədər davam edirik. Korujdan artıq qalan kənarlarını da blenderdan keçirdirik və qırıntı halına gətirib tortun üzərini və kənarlarını bəzəyirik. Tortumuzu 3 saat soyuducuda saxladıqdan sonra servis edirik. Gördüyünüz kimi yumuşaq bir tort alındı. Dadı da çox ləzzətli idi. Mən ilk dəfə idi ki hazırladım və son dəfə də deyil, yeni hazırlayacağım. Və əminəm ki siz də hazırlasaz çox bəyənəcəksiniz. Nəticəni də mənlə paylaşmağı unutmayın. Bugünlük bu qədər dostlar. Gələn videolarda görüşənədək inşallah hələlik.